Deməli müəllimlər, biz sizinlə keçid alırıq metodikaya, üzr istəyirəm, məktəbəqədər təhsilin mahiyyətinə. Məktəbəqədər təhsil nədir? Ümumiyyətlə, biz kurikuluma ilk dəfə nəzər yetirəndə məktəbəqədər təhsilin ilk öncə mahiyyəti, məktəbəqədər təhsilin məzmunu, məktəbəqədər təhsil ilkin pillədir, fasiləsiz təhsil sistemimizdir. Fasiləsiz təhsil sisteminin ilkin pilləsi olaraq ailə və cəmiyyətin maraqlarına uyğun şəkildə uşaqların erkən yaş dövründən intellektual, fiziki, psixi inkişafını, ümumilikdə nəinki intellektual, fiziki, psixi inkişaf, hər tərəfli onların idraki, əqli, sosial-emosional inkişaf sahəsi, estetik yaradıcı inkişaf sahəsi, estetik tərbiyəsi, ekoloji tərbiyəsi, əqli tərbiyəsi, fiziki tərbiyəsi, ümumiyyətlə hər dörd inkişaf sahəsini prioritet əsas götürərək uşaqların ümumilikdə sadə əmək vərdişləridir, uşaqların potensial istedad və qabiliyyətlərinin üzə çıxarılması, fiziki inkişaf sağlamlıqda sağlamlığın qorunması qeyd etdik, fiziki hərəkətlər sağlamlığın qorunması, təhlükəsizlik, estetik yaradıcı olaraq estetik tərbiyəsini, təbiətə, insanlara həssas münasibətin formalaşması, ümumiyyətlə münasibət formalaşma deyirəmsə, emosional, sosial-emosional ünsiyyət, kommunikativ bacarıqlar, sosial-emosional inkişaf sahəsi, yəni bu hissəni təmin edir. Bəs yaxşı, yəni ümumilikdə ilkin bir fasiləsiz təhsil pilləsidir. Bəs yaxşı, bugün proqramın məqsəd və vəzifələri nədir? Ümumiyyətlə, məqsəd vəzifə deyəndə biz ayırd edəcəyik ki, yəni bugün proqram qarşısında hansı bir məqsədi qoyur? Erkən yaş dövründən başlayaraq ümumiyyətlə uşaqlarda, baxın, bayaq az öncə sadaladığım tərbiyə növləri, əqli olsun, fiziki olsun, estetik yaradıcı olsun, ümumilikdə uşağın potensialını, mədəni səviyyəsinin inkişafını, mədəni davranış, uşaqlarda psixoloji dayanıqlılıq, ümumilikdə uşağın sağlamlığı, təhlükəsizliyinin təmini, ona əhatə edən ətraf aləmə qarşı şüurlu münasibətinin ümumilikdə şəxsiyyətin formalaşdırılmasına dəlalət edir. Yəni, bugün bizim məktəbəqədər təhsilin məqsədi nədir? Uşağı bir şəxsiyyət olaraq yetişdirmək. Yəni, şəxsiyyət yönümlü didaktik prinsipinin, hansı ki bizim keçəcək didaktik prinsiplərdə şəxsiyyət yönümlü didaktik prinsipini ehtiva edərək uşağın gələcəkdə bir şəxsiyyətə çevirməsini, fərddən şəxsiyyətə çevirməsini təmin edir. Və buna görə də məktəbəqədər yaşlı uşaqların vacib zəruri həyati bacarıqlara yiyələnməsini və gələcək məktəb təhsilinə hazırlığını təmin edir. Aha, və daha sonra görürsünüz tərbiyənin növlərini, 4 inkişaf sahəsini prioritet olaraq bildirdikdən sonra keçid alıram indi. Milli bəşəri dəyərlər, şəxsiyyət yönümlüdə dəyərlər olduqca vacibdir. Biz bir şəxsiyyət yetişdiririksə, mütləq şəkildə dəyərlər olmalıdır. Milli mənəvi, bəşəri dəyərlər, milli dövlətçilik, Azərbaycançılıq məfkurəsi əsasında ən əsası əxlaq tərbiyəsini də mütləq şəkildə biz uşaqlarda formalaşdırırıq. Yəni, bu ümumilikdə məktəbəqədər təhsilin qarşısında duran ən əsaslı məqsəddir. İndi isə keçirik vəzifələrə. Bəs yaxşı, proqram hansı vəzifələri həyata keçirir? Vəzifə deyərkən müəllimlər, biz sizinlə növbəti dərsdə hüquq və vəzifələri keçəcəyik. Hüquq nədir, vəzifə nədir biləcəyik ki, vəzifə bugün fərqlənir. Vəzifə öhdəlikdir, vəzifə məsuliyyətdir, vəzifə vacib, zəruri tələb olunandır. Vəzifənin biz bugün, eləcə də proqramın bizim qarşısında, biz təhsil verənlərin qarşısında qoyduğu vəzifə olduqca, məsələn, ilkin olaraq bax qeyd edirəm ki, ümumilikdə məktəbəqədər təhsil müəssisələrinin optimallaşdırılması, yəni bütöv bağça şəbəkələrinin optimallaşması, sistemləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, maddi-texniki baza, infrastruktur, inkişaf etdirici, dəstəkləyici mühitin qorunması, bunların hər biri olduqca vacibdir. Və eyni zamanda təhsil sistemində müasir sosial-iqtisadi şəraitə uyğun olmaqla idarə etmənin təmin olunması. İdarə etmə olduqca vacibdir. Çünki yəni biz yeniliyə doğru gedirik. Biz köhnədə qala bilmərik. Ona görə deyirik ki, təşəkkül tapmış yeni iqtisadi münasibətlər zəminində bugün təhsilin təkmilləşdirilməsi. Yəni, daim yeniliyə açıq olmaq, daim, belə deyək də, iqtisadi münasibətlər formulunda təşəkkül tapmaq, inkişaf etdirmək, eyni zamanda
maliyyələşmə səviyyəsini dəstəkləmək, bu sahədə bizə verilən resursların rasional istifadəsi, rasional nədir? Yerli istifadəsini təmin edən yeni iqtisadi münasibətlər modelinin formalaşdırılması, yəni maliyyələşmə səviyyəsinin, resursların istifadəsi olduqca əsaslıdır. Və ən əsası bugün təhsilin əhatə dairəsinin genişlənməsi. Bütün sosial təbəqələr, o cümlədən aztəminatlı ailələr üçün. Aztəminatlı ailələr nədir? Bugün maddi imkanı zəif olan ailələr var. Hansı ki, sosial statuslu ailələr var. Yəni, aztəminatlı ailələrin də təbii ki, övladları üçün məktəbə qədər təhsil xidmətinin, bağçaların əlçatan olması, bugün heç bir uşağın fasiləsiz təhsil sistemindən kənarda qalmamasını reallaşdırmaq lazımdır ki, qoyun o ailənin də uşaqları təhsilə açıq olsun, yəni təhsilə cəlb olunsun, aydındırmı? Eyni zamanda və bu hissədə nə qeyd olunur? Məzmunca yeniləşdirmə, bugün bizim kurikulumumuzun, məktəbə qədər təhsil kurikulumunun məzmunca yeniləşdirilməsi, uşaqların fiziki, əqli, psixoloji inkişafı yenə uşağın hər tərəfli həm intellektual, həm əqli, fiziki, psixoloji, sosial, emosional olaraq, estetik olaraq, yəni hər tərəfli inkişafı və eyni zamanda beynəlxalq təhsil məkanında son mütərəqqi təcrübənin öyrənilməsi. Yəni bugün beynəlxalq səviyyədə bizim belə deyək də biz də bir çox ölkələrdən ayaqlaşaq. Yəni vəziyyət necədirsə beynəlxalq səviyyədə bizdə də son model olaraq dövrlə ayaqlaşan son mütərəqqi təcrübənin bizim bağçalarda da, bizim təhsil məkanında da tətbiq olunması. Bundan söhbət gedir. Eyni zamanda bugün məktəbə qədər təhsil sahəsində peşəkar səriştəli pedaqoji kadrlar, biz müəllimlər, eyni zamanda pedaqoji heyət, rəhbərliyin peşəkar səviyyədə təmin olunması, eyni zamanda günün belə deyək də tələblərinə uyğun şəkildə kadr siyasətinin qurulması. Yəni bu nə deməkdir? Bugün bizim məktəbə qədər müəssisələrin bu kimi, yəni peşəkar səviyyədə belə deyək də öz işini bilən, ixtisaslaşdırılmış belə deyək də təhsilli kadrlara olduqca ehtiyacı var bizim bağçaların. Yəni bu pedaqoji heyətin quruculuğu, yəni belə deyək də bağçadakı bu pedaqoji heyətin əvvəlcədən qurulması olduqca vacibdir ki, çünki biz artıq təhsilə uşaqları da cəlb edək, təhsili əlçatan edək, təlim-tərbiyə ilə belə deyək, uşaqları dəstəklənməsini təmin edək, təhsilə açıq olaq. Bugün təhsilin ictimai statusunun yüksəldilməsi, dövlət qayğısının təbii ki, təhsil üzərində diqqətinin artırılması, dövlətin qayğısı, diqqəti, eyni zamanda dövlətin qayğısından əlavə vətəndaşların, ictimai qurumların, işgüzar dairələrin bu sahəyə diqqətinin artırılması. Yəni, bax, bura qədər biz məqsəd və vəzifədən danışdıq. Bu hissə desək, nə dərəcədə vacibdir? Vacibdir. Vacib olmasa bugün kurikulum, yəni bu sahədən başlamaz. Amma indi artıq bu sahəni mən təbii ki, giriş eləyirəmsə, sıfırdan proqramı öyrədirəmsə, bu sahəni mütləq şəkildə giriş hissəylə etməliyəm bu hissəsini. Və bugün məktəbə qədər təhsil, indi əsas məsələyə keçirəm. Məktəbə qədər təhsil deyirik ki, 1-6 yaşlı uşaqları əhatə edir. Baxın, əvvəldə də qeyd etmişəm, 1-6 yaş. Və biz burada körpələr evi, uşaq bağçası və uşaq bağçası adı altında 3 qrupa bölürük. Körpələr evi nədir? Körpələr evi təbii ki, 1-3 yaşlı uşaqları əhatə edir. Körpələr evi özündə 2 yerə ayrılır. Bildiyimiz kimi birinci və ikinci körpələr 1-2 yaş və 2-3 yaş. Bu oldu körpələrlə, belə deyək, körpələr qrupunun məşğul olduğu, körpə yaşlı uşaqlarla məşğul olan körpələr evi. Bəs yaxşı, körpələr evi uşaq bağçası nədir? Körpələr evi uşaq bağçası artıq, belə deyim də, 1-6 yaşlı uşaqları, belə deyək, 1-3 yaşlı uşaqları əhatə eləyir ki, məhz körpələr evi uşaq bağçası da, belə deyək, həm körpələr evi uşaq bağçası, eyni zamanda ümumilikdə uşaq bağçası deyirəmsə, körpələr evi uşaq bağçası 3-6 yaş, körpələr bağçası 1-3 yaş, ümumilikdə uşaq bağçaları 1-6 yaş. Yəni, burada 0 yox, 1-6 yaş. Bəzi mənbələrdə 0 da verir. 1-6 yaş dövrünü ümumilikdə məktəbə qədər təhsil 1-6 yaş dövrünü əhatə edir.
Və bu gün burada baxın qeyd olunur ki, yaş qrupları üzrə uşaqların sıxlığı 1 yaşdan 2 yaşa qədər. Ümumiyyətlə, birinci, ikinci körpələrdə 15 uşaq nəzərdə tutulur. Körpələr qrupunun, yəni bu standart olaraq ortalama uşaq sayıdır. Bəzən, məsələn, biz deyə bilirik ki, məsələn, artıq məsələn, böyük qrupda ola bilər ki, uşaq sayı əlbəttə ki, artacaq. Çünki müəllim deyir ki, məndə elə olur ki, böyük qrupda 30 uşağım var. Bu da ki, əhali sıx yaşayan məkandan çox asılıdır, regiondan çox asılıdır ki, orada sıx təbəqə, əhalinin sıx məskunlaşdığı yerlərdə təbii ki, tələbat, bağça az olur, amma uşaqların tələbat çox olur. Təbii ki, bağça azlığından, məkanın azlığından uşaqların tələbatı çox olduğuna görə təbii ki, artıq biz məcburuq ki, qrupa uşaqları sıxlaşdıraq. Ona görə də bu, təbii ki, bu rəqəmlər dəyişiləndir. Orta qrupdan etibarən məktəbə qədər, yaş dövrünə qədər sadəcə olaraq ortalama dövr 20 uşaq kimi götürülür. Körpələrdə 15 uşaq kimi götürülür. Aha. Və qeyd edeyim ki, deməli, birinci, ikinci körpələrdən tutmuş 5-6 yaş məktəbə hazırlıq qrupuna qədər də bugün dövlət standartlar olaraq hər yaş qrupunun inkişaf sahələri istiqaməti üzrə, məzmun xətti üzrə də varislik, sadə də mürəkkəbə doğru da uşaqların təbii ki, fəaliyyət planı ardıcıl şəkildə həyata keçirilir ki, bunu da məhz biz standartlar dərsində daha geniş keçəcəyik. Standartlar olaraq ümumi təlim nəticəsi reallaşdırarkən daha geniş izah edəcəm növbəti dərslərdə və indi isə mən belə deyək də inkişaf sahələrinə keçid almaq istəyirəm ki, əsas məsələ bizim bugün məzmun xəttimiz inkişaf sahələridir. İnkişaf sahələri nədir desəniz, yəni ümumiyyətlə inkişaf sahələrini biz inkişaf sahələrsiz nə standart yaza bilmərik, nə məşğələmizi təyin edə bilmərik. Yəni, inkişaf sahələrsiz uşağın, belə deyək də, inkişafını qeyri-mümkündür dəstəkləmək. Həqiqətən də ona görə də bugün biz, dövlət bizə 4 inkişaf sahəsi, bağça yaşlı uşaqların inkişafını 4 inkişaf sahəsi üzrə müəyyən edir ki, məhz birinci gəlir. Fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik bir rəqəmi altında, bir rəqəmi fiziki inkişafı, 2 rəqəmi idraki inkişaf, idrak, 3 rəqəmi estetik yaradıcı inkişaf, 4 rəqəmi sosial, emosional inkişaf. Yəni 1, 2, 3, 4 bunların ardıcıl şəkildə sıralanması rəqəm ardıcıllığına uyğunluğu olduqca vacibdir, önəmlidir. Çünki biz götürüb heç birinin rəqəmini dəyişə bilmərik. Nə idraki gətirib birinci yerdə verə bilmərəm fiziki inkişafın yerinə, nə estetik yaradıcını gətirib 1 verə bilmərəm və yaxud da fiziki inkişafı gətirib axırda sonda verə bilmərəm. Hər birinin özünə məxsus sıralaması, ardıcıllığı, rəqəmi var. Desəniz ki, niyə? İndi deyəcəm niyə. Niyə bugün birinci inkişaf sahəmiz fiziki inkişaf, sağlamlıq təhlükəsizdir? Çünki uşağın həyata gəldiyi andan etibarilə doğulan bir gündən uşağın birinci olaraq düzgün fiziki bədən quruluşuna, uşaqlarda fiziki inkişaf, həyatın birinci ilində, ilk 6 aylığında uşaqlarda sürətli şəkildə çəki alma, südəmər dövründən götürərək uşaqların sürətli şəkildə böyüməsi, çəki alması, boy artımı, orqanizmin fizioloji dəyişikliklərə uğrayaraq inkişafı, əsas ahəngdar, belə deyək də, təşkil olunmuş fiziki inkişaf, gələcəkdə uşaqlarda yaxşı bədən quruluşuna, orqanizmin, belə deyək, möhkəmlənməsinə, ən əsası daxili hətta orqanların belə stimullaşmasına, fəaliyyətinin, belə deyək, yaxşılaşmasına təbii ki, imkan yaradır. Ona görə də bugün fiziki inkişaf deyəndə biz burada fiziki inkişafı ayıracağıq. Baxın, fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik deyirəm, amma ayırıram, birinci gəlir fiziki inkişaf. Fiziki inkişafla bəs yaxşı sağlamlığın arasında nə fərq var? Fərq var. Çünki uşaq doğulan bir gündən, insan həyata gələn bir andan onun fiziki inkişafı sürətli şəkildə gedir. Bayaq qeyd etdiyim amillər, boy çəki artımı falan fizioloji proses. Bəs yaxşı, niyə sağlamlıq ikinci planda gəlməlidir? Birinci fiziki inkişafımın təməli qoyulsun ki,
Normal düzgün bədən quruluşuna sahib olum ki, daha sonra mən artıq sağlamlığımın qayğısına qalım. Hansı ki, sağlamlıq da nədir? Bugün sanitar gigiyenik qulluğun təminatı, bugün özünə xidmət vərdişlərinin formalaşması, gigiyenanın, masa davranışı, gigiyenik vərdişlər, sağlamlaşdırıcı tədbirlər, havadan qidalanma, günəş sudan qidalanma, gün rejimi, düzgün gün rejimi, yəni bunların hər biri sağlamlıqda balanslaşdırılmış rasional düzgün qidalanmanın təmin olunması, bunların hər biri ən əsası düzgün yuxu rejiminin təşkil olunması, bunların hər biri sağlamlıqdır, müəllimlər. Ona görə də biz fiziki inkişafı ayrıca götürürük, sağlamlığın ayrıca bir açar sözləri olaraq təbii ki də təhlükəsizliyi ayrıca götürüləcək. İndi hər birinə ayrı-ayrılıqda nəzər yetiririk. Fiziki inkişaf, biz bədən quruluşunu qeyd etdik. Ümumi funksional orqanizmin, belə deyək də, möhkəmlənməsini, gələcəkdə düzgün, belə deyək də, qəd-qamətin bədən quruluşunun formalaşması, eyni zamanda bu da həmçinin daxili orqanların, belə deyək də, fizioloji olaraq stimullaşmasına imkan yaradır. Bugün fiziki inkişafda nə götürəcəksiniz? Fiziki inkişafda kiçik və motor hərəkətlər götürəcəksiniz, kiçik və böyük motor hərəkətləri. Motorika sözü fiziki inkişafda motor bacarıq dediyimiz böyük və kiçik motorikadır, müəllimlər. Hansı ki, böyük motorika deyəndə mən nə görürəm? Ayaqlarımı, ayaqlar, gövdədən aşağı hissəm olacaq, gövdədən aşağı hissəm, böyük motorika. Bəs yaxşı, kiçik motorika deyərkən artıq gövdədən yuxarı hissəm, hərəkətliliyim, çiyin hərəkətlərim, əl-qolu hərəkətlərim, dirsəkdən ən çox aşağı hissələri olan əl əzələlərim nəzərdə tutulacaq. Ona görə də bugün motorika sözü böyük, kiçik motor fiziki inkişafdır. Eyni zamanda həmçinin uşaqlarda, belə deyək də, fiziki tərbiyə məşğələsi, fiziki mədəniyyət məşğələsi gözümüzün önünə gəlməlidir. Fiziki inkişafda hərəkətlilik, düzgün qəd-qamətin formalaşması, çeviklik, elastiklik, sürət, güclülük, bunların hər biri fiziki hərəkətlərdədir, müəllimlər. Sağlamlıqda gün rejimi olduqca vacibdir. Gün rejiminin tələbləri, gün rejimi, məsələn, asudə vaxtın düzgün təşkili, səhər qəbulundan tutmuş uşaqların belə deyək də, qidalanmasına qədər, yuxu rejiminə qədər, eyni zamanda sağlamlaşdırıcı tədbirlər, uşaqları gəzintiyə çıxarırsınız, məsəl üçün, hava, günəş, su vannası, məsəl üçün, uşaqların yaxşı bədən quruluşu, belə deyək də, sağlam şəkildə uşaqların qidalanması, rasional qidalanma, bunların hər biri doğru düzgün rutinin, rejimin qurulması təbii ki, sağlamlığa dəlalət edir ki, hansı ki, bugün gigiyena, özünə xidmət əməyi sağlamlığın bariz nümunəsidir. Bəs yaxşı, deməli, həmçinin, bax, burada qeyd edir ki, düzgün gün rejimində yuxu, asudə vaxt təlim prosesi, eyni zamanda məşğələ prosesi də bizim fiziki inkişafın sağlamlıq bölməsinə daxildir. Bəs yaxşı, təhlükəsizlik deyəndə nə nəzərdə tutacaq müəllimlər? Adı üstündə təhlükəsizlik. Təhlükəsizlikdə təbii ki, təhlükələrə hazırlıq, yol hərəkəti qaydaları ola bilər, ümumiyyətlə, hansısa bir təhlükəli situasiyalarda, ekstremal vəziyyətlərdə necə hərəkət etməli olduğumuz haqqında, davranışlarımız haqqında, davranmalı olduqlarımız haqqında ilkin təsəvvürlər biz formalaşdırırıq uşaqlarda. Eyni zamanda kəsici dişici alətlər, məsəl üçün, o təhlükəli alətlərlə davranma bacarıqları, alətlərdən necə istifadə etmək, necə onu davranışda tətbiq etmək, necə davranma qaydalarını izah etmək, şərh etmək, yaş qrupları üzrə hamısının standartlarda var açar sözlər olaraq. Yəni, bugün küçədə mədəni davranış qaydası, yolda, küçədə getdiyin yerdə, hətta nəqliyyatdan düzgün istifadə qaydası, yol keçmə qaydaları, həmçinin də təbiət hadisələri, təbii hadisələr, fövqəltəbii hadisələrdən, yanğından falan və s. kimi bu kimi təbiət hadisələrindən qorunma qaydaları, fövqəltəbii qüvvələr qorunma qaydalarını mənimsəmək təhlükəsizliyin bir növ açar sözləridir. Yəni, bu da olur bizim fiziki inkişafın təhlükəsizlik hissəsi ilə. Yəni,
Bura qədər sual varmı? Sual varmı bura qədər? Aydın olur sizə dərs prosesi? Bəli, müəllimə. Aha. Davam eləyək o zaman. Davam eləyək. Və bir şey qeyd etmək istəyirəm ki, bu hissədə əməyin növünü də PDF-də əlavə eləmişəm ki, çünki əməyin növlərini də inkişaf sahələrinin içərisində keçəcəm. Desəniz ki, niyə? Çünki biz bugün əməyin növünü, biz bilirik ki, əməyin 4 növü var. Özünə xidmət əməyi, baxın, birinci burada qeyd eləmişəm. Özünə xidmət əməyi, daha sonra təsərrüfat məişət əməyi, təbiət əməyi və nəhayət əl əməyi. Yəni, bu 4 əməyin növünü də müəllimlər gətirib niyə inkişaf sahələrinin içərisində vermişəm? Çünki uşağın yaradıcı bacarıqlarının üzə çıxarılması, uşaqlarda gigiyenik qulluğun təminatı, ən azından uşağın özünün, belə deyək də, özünə qulluq qaydaları, təmizliyinə fikir verməsi. Bu gigiyena bilirsiniz ki, hər bir şey sağlamlığın təsir edən bir vasitələrdir ki, çünki uşağın sağlamlığı gigiyenadan asılıdır. Gigiyenik vərdişlərdən, mədəni gigiyenik vərdişlərdən, eyni zamanda özünə qulluq qaydalarından. Ona görə də bugün mütləq şəkildə özünə xidmət əməyini biz bilməliyik. Eyni zamanda estetik yaradıcı inkişaf sahəsində verdiyim təsərrüfat məişət əməyi, təbiət əməyi və əl əməyini mütləq şəkildə qeyd etməliyəm. İndi desəniz ki, müəllimə, niyə əməyin digər növləri estetik yaradıcı gedir? Təkcə burada gördüyümüz, birinci verdiyim özünə xidmət əməyi, təbii ki, burada fiziki inkişafın içərisində gedir. Sizcə niyə? Çünki özünə xidmət adı üzərində özünə xidmətdir. Uşağın özü-özünə qulluq göstərməsi, özünə xidmət göstərməsi. Çünki kiçik qrupdan başlayaraq, yəni birinci körpələrdən başlayaraq etibarilə uşaqlarda biz bu qaydaları, bu özünə xidmət, gigiyenik qulluq təminatını uşaqlara biz aşılayırıq. Yəni uşaqlarda müstəqillik, səliqəlilik kimi keyfiyyətlər aşılamağa doğru öyrədirik. Çünki uşaq bugün artıq ən azından yuyunmağı bilməlidir. Uşaq yeməkdən öncə əllərini, üzünü yumağı bilməlidir, səliqə səhmanını bilməlidir, təmizliyini bilməlidir, saçını daramasını, dişlərini fırçalamasını, ən azından yatdığı, durduğu yeri, yatağını səliqəyə salmasını, otağı təmiz saxlamaq və s. Yəni, özünə bağlı olan, belə deyək, qulluğu təmin etməlidir. Ona görə də özünə xidmət əməyində uşaqların qarşısında aydın məqsəd qoyulur və bu uşağın digər fəaliyyət növlərinin normal həyata keçirilməsinə kömək edir. Yəni, hətta burada görün, misal da vermişəm, burada nümunə də çəkmişəm ki, tutalım, 3 yaşlı uşağın 3 yaşlı uşaq üzərində bir nümunə qeyd etmişəm ki, məsələn, əl üzünü yuyur Fatimə, yuduqdan sonra dəsmalla artıq qurulama metodu başlayır ki, uşaq əl üzünü yudu, dəsmalla necə qurulanmalıdır? Əvvəlcə dəsmalla ovucularını, sonra da ovuc hissədən sonra bir-bir barmaqlarını silməlidir və işi səylə yerinə yetirilməlidir və artıq hətta burada qeyd etmişəm ki, tərbiyəçi burada nəzarət edir uşağa. Baxın, tərbiyəçi deyir ki, baxın bu hissədə qeyd etmişəm, dəsmalın bir ucunun yerə dəyməsini Fatimənin nəzərinə çatır. Çünki uşaqdır da, indi bilmir, tam şəkildə, sərgəli şəkildə silə bilməz ki, 3 yaşı var. Yəni, təbii ki, dəsmalın bir hissəsi falan ola bilər ki, yerə dəysin. Artıq orada nəzərinə çatdırır ki, uşaq dəsmalı bir də təkrar yerə düşən hissəsini götürür və yenidən əlini silməyə davam edir. Yəni, burada artıq, belə deyək də, uşağın belə fərdi xüsusiyyətlərini tərbiyəçi nəzərə almalıdır və uşağa öz fərdi xüsusiyyətinə görə təsir etməlidir. Yəni, fərdi, niyə burada fərdi götürəm? Özü-özünə xidmət. Uşağın özü-özünə, öz fərdi xüsusiyyətlərinə uyğun şəkildə özünə qulluq etmə bacarığıdır, özünə xidmət əməyi. Məsələn, baxın, burada görürsünüz, birinci formada qeyd etdim ki, birinci hissədə qeyd etdim ki, uşaq yuyunur falan, geyinir və s. Səliqə səhman. Məsələn, uşağın bugün ayaqqabının bağını bağlaması, köynəyini səliqəli şəkildə düymələməsi, ən azından bir raketinin zamokunun qabağını çəkməsi. Bunlar hamısı özünə xidmətdir. Özünə xidmətdir və kiçik motor hərəkətləri var burada.
Bax, ayaqqabının bağını bağlamasıdır, əl barmaq əzələlərinin inkişafı, köynəyinin düyməsinin bağlaması falan. Burada görürsünüz, kiçik motorikada inkişaf eləyir, özünə xidmətdə. Eyni zamanda özünə xidmətdə böyük yaşlı, yəni valideyn, tərbiyəçi, müəllim dəstəyi var. Böyük nəzarəti var və kiçik yaş qruplarından başlanır ələxüsus. Yəni böyük nəzarəti də güclüdür. Eyni zamanda müəllim burada rol model olmalıdır. Niyə rol model olmalıdır? Tərbiyəçi müəllim birinci özü qaydanı izah etməlidir. Özü birinci göstərməlidir əyani şəkildə ki, uşaqlar, gəlin əl-üzümüzü yuyaq. Baxın uşaqlar, görün necə təmiz əl yuyuram mən, əl-üz yuyuram. Gəlin görün əl-üzümüzü yuduqdan sonra necə quruluyuram. Bunların hər birini artıq izah etməlidir uşaqlara. Yəni, ona görə bugün özünə xidmət əməyini biz yaradıcı sahədən çıxardıb gətirib fiziki inkişafda ən əsası kiçik motor hərəkətləri və gigiyenik qulluğun təminatı. Çünki gigiyena var. Yəni, uşağın özü-özünə qulluq təminatı var. Özü-özünün, belə deyək də, gigiyenik baxımdan, sağlamlığının qayğısına qalması baxımından bu mədəni gigiyenik vərdişləri uşaq reallaşdırmalıdır. Ona görə özünə xidmət əməyi, adı üstündə özünə xidmət, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdə gedəcək. Digər əmək növlərini də estetik yaradıcı inkişafda izah edəcəm. Bəs yaxşı, bugün idrakin inkişafı nədir? İkinci inkişaf sahəmiz 2.2, bax elə 2 verirəm, digər yəni rəqəmləri açıqlamam, çünki standart dərsi deyil. 2 rəqəmi altında biz idraki inkişaf sayəsini, ikinci məzmun xəttimiz, idrak deyəndə nə başa düşürəm? Baxın, şəkildə də aydın göstərir. İdrak deyəndə, deməli, mən uşaqda öyrədici, kognitiv, əqli, intellektual bir düşüncə formalaşdırıram. Çünki idrak nədir? İdrak dərk etmədir, idrak anlamadır, idrak qavramadır, idrak mənimsəmədir, idrak məşğələ prosesidir, təlim fəaliyyətidir, məşğələmizin dərk etmə mərhələsidir, təfəkkür psixoprosesidir, uşağın beyninin işləməsidir, əqli fəaliyyətidir, zehni fəaliyyətidir. Çünki biz belə idraki inkişaf sayəsində biz məşğələlərimizi keçəndən sonra uşaqlarda ağır zehni, belə deyək də, yorğunluğun çıxması üçün hətta idman dəqiqələri də təşkil edir ki, çünki akademik məşğələlərimizin əksəriyyəti idraki inkişaf sayəsində yerləşir. Aydındır. Görürsünüz, idraki maraqları uşaqların, idraki, kognitiv, didaktik, bunlar hamısı idrakdır. İdrak fəallığı, inkişaf yönümlülük, bunlar idrakdır. Onların tələbat və bacarıqları, emosional hissi təcrübə əsasında elementar tədqiqatçılıq. Tədqiqat idrakın açar sözüdür. Tədqiqat. Tədqiqatın digər adı nədir? Araşdırma, kəşf etmə. İndi deyəcəm necə. Bugün sensor. Sensor, bilirik ki, sensor təcrübə 1-2 yaş, 2-3 yaş sensor tərbiyə, orta qrup etibarilə də sensor tərbiyə və nəhayət 4-5 yaşda biz sensor mədəniyyət, hansı ki, Montessori elmə gətirib, sensor mədəniyyətə gedirik, düzdürmü? Və son olaraq da sensor etalon. Və bugün sensor nədir? Sensor adı üstündə toxunmaq, hiss etmək, manipulyasiya, əl ilə toxunmaq, qumsu güşəsi ən əsası gözümüzün qabağına gəlir. Sensor toxunaraq, onu hiss edərək qavrama. Ona görə bugün biz sensoru idrakdır. Uşağın toxunaraq hissi perseptual qavrayışıdır. Aydındır, hissi qavrama gedir sensor. Sensor varisliyidir. Nəyin? Riyaziyyat məşğələsinin. Yəni, riyazi təsəvvürlər məşğələmizin varisliyi sensor metodikadır. Çünki birinci, ikinci körpələrdə biz riyaziyyat keçmirik. Sensor metodika veririk, sensor tərbiyə məşğələsi veririk. Artıq orta qrup etibarilə sadə məntiqi riyazi təsəvvürlər məşğələsinə keçid edirik. Aydın olurmu? Bugün uşaqlarda müqayisə etmə, tədqiqata indi açıram ki, tədqiqat nə deməkdir? Müqayisə etmə, fərqləndirmə, ümumiləşdirmə, təsnifat, qruplaşdırma, təhlil tərkib, analiz, sintez, induktiv, deduktiv, induksiya, deduksiya. Bunların hər biri idrakda yer alır. İndi induktiv, deduktivi də deyəcəm ki, nə deməkdir? Bunu da qeyd eləyəcəm, indi qeyd eləyərsiniz özünüzdə. Görürsünüz, dərk etmə tələblərinin formalaşdırılması, informasiya almaqda tələb, uşaq biliyi ötürürəm, müəlliməm, uşağa biliyi ötürürəm, biliyi çatdırıram, informasiya verirəm.
uşaq neynir? İnformasiyanı alır. Ötürən tərəf müəllimdir, alan tərəf uşaqdır. Uşaq necə alır informasiyanı? Qavrayaraq, dərk edərək və dərk etmə yaxşıdırsa, artıq təlim zamanı uşaq fəallıq da göstərəcək. Eyni zamanda ətraf aləmin dərk edilməsində müstəqillik nümayiş etdirəcək. Yəni, bu kimi tələblər, proseslər məhz bünövrəsi qoyulur. Harda? İdraki inkişaf sayəsində. Bəli. Ona görə də uşaqlar təmasda olduqları əşyaların adıdır, əlamətidir, xüsusiyyətləridir, necə hərəkət etmək lazım olduğu və s. bu kimi onu düzgün ifadə etmək, bu istiqamətdə məntiqi mühakimə yürütmək, məntiq, idrak, məntiq, riyaziyyat, sensor, məntiq. Çünki qavrayıram və bunu məntiqi olaraq mühakimə yürüdürəm. Mühakimədə nədir? Müəllimə çatdırıram öz mövqeyimi. Məntiqi cəhətdən düşünüb, onu mühakimə edib, problem həll etmə, sanki problemin öhdəsindən gəlməyə çalışıram. Müəllimə fikrimi çatdırıram. Aydın olurmu? Ümumiləşdirmələr aparıram. Ümumiləşdirmələr. Sonda əqli nəticəyə gəlmək istəyirəm. Çünki yəni geniş müzakirələr aparıram müəllimlər. Məntiqi geniş müzakirələr aparıram. Sonda artıq ümumiləşdirməyi istəyirəm və fikrimi ümumiləşdirib müəllimə, tərbiyəçiyə çatdırdıqdan sonra əqli nəticəyə gəlirik. Yəni, bu kimi qabiliyyətlər uşaqlarda formalaşır. Yəni, uşaq tərəfindən danışıram da, yəni uşaqda formalaşmanı qeyd edirəm. Və idrak üzrə, baxın, burada da qeyd eləmişəm PDF-də, idrak üzrə uşağın yerinə yetirdiyi tapşırıqlar onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarına, indicə qeyd etdim, məntiqi mühakimə, uşağın intuisiyasını, intuisiya nədir? Uşağın ağlına gələn, yəni hiss etdiyi bir intuisiya, intuisiyama görə tutalım, uşağın beynində fikirləşdiyi, məkan və zaman haqqında təsəvvürlərini genişləndirir. Çünki məkan, zaman idrakdadır müəllimlər. Biz indi riyaziyyatı keçəndə inşallah, riyaziyyat metodikasını keçəndə deyəcəyik ki, məkanda səmtləşmə, məkana uyğun səmtləşmə, eyni zamanda zaman anlayışlarına toxunacağıq. Uşaq nə zaman məkan, sağ, sol, ön, arxa, qabaq, ətraf, orta zaman anlayışları, məkan anlayışlarını uşaq dərk eləyir. Bunların hamısı riyaziyyatdır, təbii ki, riyaziyyat idrakdır. Və buna görə də uşaqların riyazi tapşırıqların həllində induksiya, deduksiya nədir? Ümumidən xüsusiyə, xüsusidən ümumiyə. Aydındır? Yəni, bugün induksiya deyəndə tutalım ki, sadalayıram. Induksiyaya nə demişəm? Induksiyanı qeyd eləyirsiniz. Induksiyanın adı olacaq xüsusi, xüsusidən ümumi. Baxın, belə qısa yazıram. Xüsusidən müəllimlər. Ümumiyə, ümumi. Biraz qışqayla yazıram. Kompüterdə çətindir mənə. Xüsusidən ümumiyə. Yəni, necə xüsusidən ümumiyə? Bunu necə dərk eləyim mən? Gəlin bir dənə misal çəkək. Məsələn, deyirəm ki, fəsillər mövzusu keçirəm, fəsillər mövzusu. Uşaqlar, fəsillər mövzusunu, tutalım, uşaqlar, hansı fəsillər var? Bir ilimizdə neçə fəsil var? Uşaqlar sayır. Yaz, yay, payız, qış. Nə oldu? Adı fəsil oldu. Birinci adları sadaladım və sonda ümumiləşdirdim bir mərkəz altında adını verdim. Məsələn, meyvələr mövzusu. Uşaqlar, gəlin payızda yetişən meyvələr haqqında danışaq. Payız fəslində hansı meyvələr yetişir? Alma, məsəl üçün, heyva, nar, banan və s. Yəni, bu meyvələri sadalayıram, xüsusiləşdirirəm, çünki xüsusidir. Hər birinin özünün adını verirəm. Sonda ümumiləşdirib adını qoyuram. Bunlar meyvələrdir, uşaqlar. Yazaq payız meyvələri, payızda yetişən meyvələr. Əsas odur ki, ümumiləşdirdim. Xüsusidən ümumiyə getdim, oldu induksiya. İnduktiv düşünməni formalaşdırdım. İnduktiv düşüncə. Aydın olurmu? Bir kəlmə deyin mənə görüm, aydın olur. Bəli, olur. Aydın. Sual varsa mütləq qeyd edin sualınızı. Hələlik yoxdur. Aha, bu oldu induksiya. İndi bu hissəni silim, deduksiyanı izahını verim. Bəs yaxşı müəllimlər, deduksiya nədir? Deduksiya da onun tamamilə əksidir.
Yəni elə bir çətin bir şey yoxdur. Deduksiyada da verəcəksiniz geriyə. Geriyə ümumidən xüsusiyə. İndi də meyvələri verirsiniz, geriyə də sadalayırsınız. Aydındır? Və yaxud da uşaqlar gəlin qış fəslini təsvir edək. Qış fəslini necə təsvir edərik? Qış fəsli adını verdim, mövzunun adını verdim, tutalım qış. Qış verdim, hətta bir şəkil göstərirəm uşaqlara. Çox gözəl bir qış mənzərəsi göstərirəm. Uşaqlar, qış yağıb çox gözəl bir qarlı bir hava mənzərəsidir. Uşaqlar çöldə qartopu oynayırlar. Uşaqların geyimlərini nümayiş etdirəm. Hətta uşaqlara deyirəm ki, gəlin qış fəslini təsəvvür edək. Məsələn, uşaqlar necə təsəvvür edir? Qarlı hava, qarlıdır. Yerlər donub buz bağlayıb. Tutalım heyvanlar, məsəl üçün qışda yaşayan heyvanlar, indi onu heyvanları deməyib, belə deyim, tutalım geyimləri deyək ki, fəsli biraz təsvir eləyirəm, havanın soyuqluğunu təsvir eləyirəm. Tutalım qışda necə geyinirik uşaqlar? Təbii ki, qalın geyinirik, isti geyinirik, kürk geyinirik, nə bilim, palto geyinirik, kurtka, şuba geyinirik və s. Bunların hər birini açıqlamasını verirəm. Ümumidən xüsusiyə, deduktiv düşüncəni formalaşdırıram, deduksiya verirəm. Bəs yaxşı, bunu riyaziyyatda necə verir? Tutan verim uşaqlar, 5 dairəsində 1-dən 5-ə qədər say. İnduktiv verdim. İndi deyirəm, geriyə say. Geriyə də deduktiv verirəm. İrəli, geri. Aydın olurmu? 1-dən 10 dairəsində və yaxud da 5 dairəsində uşağın irəli və geriyə sayma bacarıqlarını uşaqda inkişaf elətdirirəm. Yəni, bugün idrakda nə dedim? Tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı. Ən əsası təfəkkür, tənqidi təfəkkürün bir növrəsi qoyulur bu dövrdə mütləq şəkildə. Çünki tənqidi təfəkkür nədir? Bax bu hissə. Bax bu hissə göstərim. Müqayisə, təsnifat, baxın, bugün tənqidi təfəkkür deyəndə müqayisə, fərqləndirmə, ümumiləşdirmə, bunların hər biri tənqidi təfəkkürdür. Çünki bugün uşağa təsnifat verəm. Ən əsas burada göstərim. Burada bir saniyə bu şəkildə göstərim. Baxın bu şəkilə müəllimlər. Baxın bu şəkilə baxın, zəhmət olmasa. Bax bu şəkli görürsünüz də ekranda. Bax bu hissədə tutalım ki, bax bu ətraf aləmlə tanışlıq məşğələmizdir. Burada uşağın bədən üzvləri, uşaqları yığmışıq şəkil ətrafına. Uşaqların daxili orqan, insanın daxili orqanları əks olunub, düzdürmü? Tutalım, başın içərisi beyin hardadır, ciyərimiz hardadır, böyrək harda, ürək harda və s. Və yaxud da lamis üzvlərimiz burun, boğaz, qulaq və s. Yəni, bunların hər birini uşaq neyniyir? Təsnifat edir, gətirir, tutalım, qoyur, baxın. Məsələn, beyni harada yerləşdirəcək uşaqlar? Beynin ətrafda olan şəkli bir növ şaxələndirmə kimi, klaster kimi düşünək. Gətirib qoyuruq, bax, bu hissəyə, baş hissəsinə tutalım. Bəs ciyər haradadır? Ciyər, baxın, bu hissədə yerləşir. Əllər haradadır? Qulaqlar hansı hissədir və s. Gözlər haradadır? Göz bu hissədə yerləşir. Ayaqdır, qoldur, bədəndir, çiynidir, daxili orqanlardır və s. Yəni, bunların hər birini gətirib qruplaşdırır, göstərir, qruplaşdırır, təsnifat elətdirirsə, bu tənqidi təfəkkürün inkişafıdır. Bunu ətraf aləmlə tanışlıq məşğələsində veririk. Niyə ətraf aləmlə? Çünki biz ətraf aləmlə tanışlıqda müəyyən bir predmetin, canlı və cansız təbiət. İlk öncə bunu qeyd edeyim. Canlı təbiətdə əlbəttə ki, bitkilər, heyvanat və insanlar. Yəni, bu haqda, məsələn, bugün mən insanların bədən üzvlərimiz haqqında danışıram, ətraf aləmlə tanışlıqda təbii ki, məlumat verirəm ki, gəlin orqanizmimiz haqqında, bədən üzvümüz, daxili orqanlarımız haqqında məlumat alaq. Eyni zamanda gəlin heyvanlar haqqında, gəlin cansız aləm haqqında məlumat verək. Yəni, bunların hər biri tənqidi təfəkkürün inkişafıdır, təbii ki, idrakdır. Eləcə də baxın bu şəklə. Uşaq təsnifat aparır, baxın. 1-5 dairəsində sayma verirəm, müəllimlər, inteqrasiyalıdır. Sadə riyazi təsəvvürlər məşğələsində böyük qrupda 5 dairəsində sayma verirəm və eyni zamanda nə edirəm? Həm çöplərlə göstərirəm. Kənarda hətta çöplər təsvir olunub burada. Həm çöplə sayma bacarığı reallaşdırıram, say fəaliyyəti reallaşdırıram, həm rəqəmin özünü vizual olaraq uşağa başa salıram. Uşaq ən azından biri bugün tanıyır, sabah gedib onu bir rəqəmin rəsmini çəkəcəm təsvir fəaliyyətdə, yapmada yapmasını verəcəm, tutalım ki, quraşdırmada biri quraşdıracam. Bugün baxın qarşısında, belə deyək də, hətta
bumaqa kimi belə dairəvi formada belə qutular düzmüşük ki, gəlin uşaqlar, həm rəng etalonu formalaşdırıram, rəng, həm say etalonu, həm də fiqur, həmçinin fiqur. Baxın, kvadratlardan ibarət fiqurda həmçinin rənginə əsasən gəlin rəngi əsasən uşaqlar məsəl üçün tutalım biri rəngləyəcək, bir hardadır? Bir baş hissədədir tutalım. Əgər biri bugün turuncu, narıncı rəngdə vermişəmsə, götürəcəm biri, birləşdirəcəm. Neçə dənə kvadrat var? Bir dənə, bir fiqur var. Və sarı rəngdə rəngləyib biri həmin fiqura birləşdirəcəm. Eynilə də ikini qırmızı, 2 qırmızı fiqur, 2 rəqəmi, 2-ni rəngləyəcəm. Bax, bu qaydada qruplaşdırma, təsnifat uşaqlarda eyni anda həm sayma bacarığı, həm rəsm, rəng anlama, həmçinin də belə deyək də fiqur ölçü bacarığı həmçinin formalaşdırmış olacam. Yəni, bu da belə deyək də inteqrasiyalı şəkildə idrakdır. Təbii ki, idrakdır. Bunu da sadə riyazi təsəvvürlər məşğələsində belə deyək, testdən bir nümunədir. Və daha sonra idrakda əsas tənqidi təfəkkürü qeyd etdik, məntiqi və yaradıcı təfəkkür, ümumiyyətlə təfəkkürdür. Və gəlirik estetik yaradıcı inkişaf sahəsinə. Bura qədər sual varmı? Sual varmı bura qədər? Buyur müəllimə. Çətindirmi? Çətin deyil. Buyur müəllimə. Ümumiyyətlə, estetik yaradıcı inkişaf sahəsini belə başa salmaq istəyirəm ki, müəllimlər, niyə estetik sonra yaradıcı? Estetik bilirik ki, gözəlliyi duymaq, estetik bir zövq formalaşdırırıq uşaqlarda, bir belə deyək də, bədii hissin başlanğıcını formalaşdırırıq. Niyə bədii hiss desəm? Çünki bugün bir növ incəsənətə gedən yol estetikadan başlayır. Çünki biz bugün bir zövq uşaqda aşılamasaq, sabah onun yaradıcı qabiliyyətlərini də reallaşdıra bilməyəcəyik. Bax, görürsünüz, yəni estetik yaradıcı adı üstündə estetiki duyma, zövq, bilavasitə estetik tərbiyədir. Eyni zamanda yaradıcı inkişaf sahəsi. Niyə yaradıcı verirəm? Çünki uşaqda bir zövq formalaşmalıdır ki, estetik duyum yaratmalıyam ki, uşaq sabah onu yaradıcı fəaliyyətində tətbiq edə bilsin. Və estetik yaradıcı inkişaf sahəsində biz nəyi qeyd edəcəyik ən əsası? Təsvir fəaliyyət məşğələsi gözümüzün qabağına gələcək. Çünki təsvir fəaliyyət məşğələsi hansı ki, inşallah metodikanı keçəndə keçəcəyik ki, 4 hissədən ibarətdir: rəsm yapma, quraşdırma və aplikasiya. Yəni, bugün uşaqlarda rəsm fəaliyyətində rəngləri qavrama bacarığı, rəng adlandırma, rəng çalarları, rəng fərqləndirmə, eyni zamanda üç barmaq texnikası, ilk dəfə karandaş tutub rəngləmə, eyni zamanda uşaqlarda hansısa bir obyekti müşahidə etmək, müzakirə etmək. İndi bu hissədəki cümlə sizi çaşdıra bilər müəllimlər. Bir dənə bura ətraflı bir, belə deyək də, bir izah vermək istəyirəm ki, məsələn, deyir ki, ətraf aləmdəki obyektləri müşahidə və müzakirə etmək bacarığı. Müşahidə, müzakirə deyəcəksiniz ki, axı idrakdır. Çünki müşahidə, uşaq ətrafı müşahidə edir, ətraf aləmlə tanışlıqda, düzdürmü? Ətrafı müşahidə eləyir, tədqiqatlar aparır, araşdırma aparır, belə deyək də, tənqidi təfəkkürü inkişaf edir. Uşaq ya axtarıcı, araşdırıcı bir mövqedə olur, dərk etmədir və sonra onu müzakirə edir, sonda əqli nəticəyə gəlir, ümumiləşdirmə aparır. Deyəcəksiniz idraklı, bəs bu niyə yaradıcıda bugün verilib, estetik yaradıcıda? Ona görə ki, bugün uşaq ətrafı müşahidə edib və müzakirə aparması yaradıcı şəkildə verilir. Çünki, məsələn, uşaq təbiətə yanaşmasını yaradıcı şəkildə öz mövqesini bildirir. Çünki bugün uşaq təbiəti müşahidə etməsə, təbiəti dərk etməsə, onu necə yaradıcı şəkildə, tutalım, təbiətin rəsmini çəkir. Tutalım, belə deyək də, təbiət əməyi. Təbiətdə əmək də var təbii ki, amma mən bugün uşağın yaradıcı bacarıqlarına toxunuram. Bugün uşaq nəyisə müzakirə edirsə, yaradıcı əməli fəaliyyətdə müzakirə edir. Tutalım ki, rəsm fəaliyyətində. Uşaqlar bilirik ki, yaradıcı fəaliyyətdədirlər, tətbiq etmə mərhələsidir. Uşaq praktik olaraq rəsm çəkir, təsvir fəaliyyət məşğələsində rəsmi tamamlamaq istəyir, iş vermişik uşağa. Bəs yaxşı, burada necə yaradıcı müzakirə olacaq?
Çünki uşaq öz yaradıcı potensialını, yaradıcı bacarığını üzərinə çıxarmaq üçün öz yoldaşı ilə, öz və yaxud da əməkdaşlıqdırsa təbii ki, öz yoldaşları ilə, eyni zamanda fərdidə vermisinizsə tərbiyəçi müəllimi ilə təbii ki, yaradıcı şəkildə müzakirə etməlidir. Çünki yaradıcı müşahidə, yaradıcı müzakirə etmə mütləq şəkildə estetik yaradıcı da verilir. Yəni niyə? Baxın, ardını da verir. Təsviri fəaliyyətdə bugün rəngləri, formaların birləşmələrini, quraşdırmada modellərin, legoların, konstruktorların qurulması, eyni zamanda hansısa bir dinləmə bacarığı, hekayə, nağıl, musiqi fəaliyyətində melodiyanın, mahnıların dinlənilməsi və yaxud da mahnı dinləyirik, musiqi özü yaradıcıdır təbii ki. Hansısa bir musiqi alətində ifa edirsinizsə yaradıcı bacarıqda ən azından bir piano çalmağınız və yaxud da musiqi duyumu var, uşaq rəqs edir. Bunlar hər biri estetikadır. Bunlar hər biri, çünki estetik duyum formalaşır ki, uşaq bunu yaradıcı fəaliyyətdə tətbiq edir. Birinci estetika, sonra yaradıcı bacarıqlar. Adı üstündə estetika formalaşır, daha sonra yaradıcı bacarıqlar. Artıq uşaq bunu yaradıcı əməli fəaliyyət prosesində tətbiq edir. Yaradıcı əməli fəaliyyət prosesində uşaqda nə yaranır? Bu dəfə artıq yaradıcı təxəyyül. Təfəkkür qismən, çünki təfəkkür əsas biz idraka veririk. Yaradıcı təfəkkür ola bilər. Yaradıcı təfəkkür də səriştələrdə keçəcək kreativlik. Yaradıcı ən əsası təxəyyüldür. Təxəyyül nədir? Uşağın fantaziyası, uşağın bir obraz düşünməsi, uşaq yaradıcı düşünür, beynində bir obrazı canlandırır, sonra onu tətbiq edir. Aydındır. Ola bilər təsviri fəaliyyətdə tətbiq eləyər, rəsmini çəkər. Ola bilər quraşdırmada onu quraşdırar. Ola da bilər ki, məsəl üçün əl əməyi fəaliyyətində onu əməli başlı maketdən, belə deyək də, kardondan nəsə bir iş hazırlayar. Aydın olurmu? Yəni, yaradıcıdır. Təxəyyül, bugün təxəyyül psixik prosesi yaradıcıdır. Aydın olurmu? Bəs yaxşı. Estetik yaradıcıda inşallah oyunları keçəndə deyəcək ki, burada yaradıcı oyunlar var. Yaradıcı oyunlarda ən əsası sujetli rolli oyunlardır, dramlaşdırılmış oyunlardır, hansı ki biz bugün yaradıcı oyunlar, yəni estetik yaradıcı veririk ki, çünki sujetli rolli oyun deyəndə niyə yaradıcı götürürük? Çünki səhnələşdirmə var, sujet xətti var. Uşaq hansısa bir, belə deyək də, imitasiya, təqlid etmə güclüdür. Uşaq hansısa bir peşə, belə deyək də, peşə adamının obrazını yaradır burada. Məsələn, xəstəxana obrazı qurur, xəstəxana səhnələşdirir, orada həkimi canlandırır. Xəstə həkim obrazı yaradır, məsəl üçün. Və yaxud da market, alıcı, satıcı forması modeli qurur, yəni səhnəciyi qurur, obraza girir, imitasiya edir, təqlid edir, yaradıcıdır. Yəni, bugün, belə deyim də, estetik yaradıcıda biz ən əxsus yaradıcı bacarıqları 3.1 indi standartda keçəcəyik bədii yaradıcılıq nümunələrini olduqca götürürük. Səhnələşdirmə 3.1.8-də verirəm. Yəni, ümumiyyətlə, musiqinin özüdür, yaradıcıdır, təsvir fəaliyyət metodikasıdır, yaradıcıdır və ən əsası 3.2 bacarığı əmək vərdişləri yaradıcıdır. Və ona görə biz bugün əməyin 3 növünü estetik yaradıcı olaraq qeyd edirik. Aydın olurmu? Yəni, əməyin 3 növü təsərrüfat, məişət əməyi, təbiət əməyi, əl əməyi. Yəni, estetik yaradıcıdır. Fiziki inkişaf, bircə dənə özünə xidmət əməyini qeyd etdim ki, özünə xidmət əməyi nədir? Fiziki inkişaf sağlamlığa daxildir. Yəni, orada da sağlamlıq, gigiyena daha çox önəm daşıdığı üçün təbii ki, yaradıcı bacarıqlar yoxdur orada. Və bugün əməyin növlərində təbii ki, estetik yaradıcı da verəcəyik və son olaraq da sosial-emosional inkişaf sahəsi gəlir ki, sosial-emosional inkişaf sahəsi yenə sosial, daha sonra emosional. Niyə sosial-emosional? İki hissəlidir. Çünki sosiallaşmaq çox önəmli bir faktordur. Uşaq sosiallaşanda nəyə inkişaf edir? Uşaq sosiallaşanda ünsiyyət, kommunikasiya, ünsiyyətin digər adı qısa yazıram, kommunikativ bacarıqlardır. Qeyd eləyərsiniz. Kommunikativ, biraz pis yazıram. Kommunikativ bacarıqlar. Kommunikativ bacarıqlar eyni zamanda əməkdaşlığa aparılan yol,
uşaqlar arasında belə deyək də konfliktlərin həll edilməsi, yoldaşlıq, hörmət, qarşılıqlı hörmət, tərəfdaşlıq, bir-birinin köməyinə gəlmək, bir-birinə dəstək olmaq. Yəni bunların hər biri sosial bacarıqlardan başlayır. Çünki baxın burada qeyd eləmişəm də, uşaqlar arasında müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, hətta başqasının belə dərdinə şərik olmaq, ən əsası empatiya qurmaq. 2025 MİQ sualıdır. Hansı ki, empatiyanı bir çox müsahibədə verirlər suallar. Ki, məsələn, empatiya nədir? Bir insanla necə empatiya qurarsınız? Və bu il 2025-in MİQ test mərhələsində verildi ki, konkret olaraq ki, empatiya nədir? Empatiya başqasının yerinə özünü qoymaq, başqasının hisslərini, emosiyalarını, duyğularını tanımaq deməkdir. Özünün yox. Özünün yox, yalnız və yalnız başqalarının, yəni qarşındakı olan insanın hisslərini tanımaq, reaksiya vermək. Yəni, sanki bir anlıq deyirəm ki, özümü sənin yerinə qoyuram. Yəni, bu empatiya qurmaq, təbii ki, sosiallaşmağın, yəni emosionalın içərisində yer alır ki, bugün sosiallaşım, sonra emosional. Emosional olaraq bugün mənim emosiyam, duyğularımla cavab verməyim, həssaslığım, yəni daxili aləmim daha çox, belə deyək də, nəzərə çarpır. Ona görə də bugün görürsünüz, deyirik ki, ünsiyyət daha çox vurğulanır, ünsiyyətin köməyi, hansı ki, qarşılıqlı anlaşma təmin olunur. Ümumiyyətlə, bugün uşaqlar daha çox oyunda sosiallaşırlar. Yeganə inkişaf sahəsidir ki, bugün sosial-emosional inkişaf sahəsi ilə məşğələ vermirəm. Təbii ki, bunu bilməlisiniz. Sosial-emosionalda məşğələ verilmir. Bəs nə verərəm? Oyunlar verərəm. Bugün oyun, eyni zamanda oyunlar verirəm. Həmçinin də elə əmək fəaliyyəti də sosial-emosional inkişaf sahəsinə əmək fəaliyyəti də verirəm. Çünki harda ictimai faydalı, belə deyək də, işlər varsa, kollektiv işlər varsa, belə deyək, qrup işi varsa, oyunlardır. Bunlar hamısı sosial bacarıqlara köklənir. Yəni, uşaqların sosiallaşmasına, bir-birlərinə dəstək olmasına, əməkdaşlığına aparılan bir yoldur. Bu da oldu. Sosial-emosional inkişaf sahəsinin daha geniş təfərrüatı ilə təbii ki, standartlarda deyəcəm. Çünki orada 4.1, 4.2 və 4.3 ayrı-ayrı məqamlar var ki, hansı ki, orada hörmət, dözüm, tolerantlıq məsələsi də var ki, bunu biz standartlar daha geniş bizə açıqlayır ki, bugün tolerantlığı təbii ki, körpələr uşağı başa düşə bilməz. Yəni, tolerant budur ki, biz müxtəlif ayrı seçkilikləri, belə deyək də, cinsi dəyişkənliklər olsun, ümumiyyətlə, təhsildə bərabər imkanlar, inklüziv uşaq və s. Yəni, bunların hər biri, yəni bu cür fərqlilikləri nəzərə alıb tolerant olmaq, dözümlülük nümayiş etdirmək, qəbul etmək. Ayrı seçkilikləri, yəni belə deyək də, cinsi, dini ayrı seçkiliyə yol verməmək. Hamıya qarşı, yəni belə deyək də, dözümlülük nümayiş etdirib qəbul etmək. Yəni, bunlar da hər biri sosial-emosional inkişaf sayəsində qeyd olunur. Geriyə nə qaldı müəllimlər? Yəni, bura qədər bir daha istəyirəm ki, ümumiyyətlə, baxaq ki, bugün açar sözlərinə və sonda burada ümumi qaydalar da qeyd etmişəm ki, məsələn, bugün inkişaf sahələrini ümumiləşdirmişəm, fiziki hərəkətlər, masa arxası davranış gigiyena, sadəcə əsas standartını vermişəm və bir də təhlükəsizlik qaydaları. Çünki bugün 3 hissədən ibarətdir fiziki inkişaf, sağlamlıq. Fiziki hərəkətlər, gigiyena, təhlükəsizlik qaydaları. Bəs yaxşı, məşğələ necə verəcəm? Bilirik ki, körpələr qrupunda hərəkətlərin inkişafı məşğələsi gedir. Yəni, fiziki tərbiyə məşğələsi, belə deyim də, fiziki hərəkətlərin inkişafı deyirik. Körpələrdə 1, 2 və 2-3 yaşda. Axır, orta qrupdan etibarən artıq fiziki mədəniyyət məşğələsi veririk. Orta qrupdan düz məktəbə hazırlığa qədər fiziki mədəniyyət. Yəni, gündəlik həyat vərdişləri, mədəni gigiyenik vərdişlər, davranış qaydaları, ümumiyyətlə, masa arxasında davranış, süfrə mədəniyyətinə yiyələnmə, gigiyena, özünə xidmət bacarıqları, yəni bunların hər biri fiziki mədəniyyət məşğələsi, belə deyək də, fiziki inkişaf sağlamlıqda biz öyrədirik. Bir də burada istisna bir halı qeyd edəcəm. Bu, bir çox müəllimlər qarışdırır, bu kitabda da yoxdur. Zəhmət olmasa qeyd edirsiniz müəllimlər. Hər kəs qeyd eləsin, deyirəm. Əgər cümlədə, testlərdə bir şey qeyd eləyəcəm, fiziki inkişafla bağlıdır. Biz bu kiçik-böyük motorika ki deyirik fiziki hərəkətlərdə.
Bizim işimiz kiçik motorika ilə bağlıdır. Biz bilirik ki, kiçik motorika, indi standartları bilən müəllimlər bilir ki, kiçik motorikanı biz 1-1-4 standartında veririk. 1-1-4. Niyə 1-1-4 dedim? Çünki fiziki inkişaf sağlamlığın daxilində yerləşir. 1.1-in, yəni bax bu 1.1-in fiziki hərəkətlərin 4-cü alt standartı olacaq kiçik motorika. Əgər testdə sizə desə ki, müəllimlər, uşaqlar, belə deyək də, kiçik motorikanın inkişafını dəstəkləmək məqsədi ilə uşaqlarda yapma fəaliyyəti həyata keçirilir. Kiçik motorikanı dəstəkləmək, belə deyək, kiçik motorikanı inkişafı və məqsəd nəyə xitab edir? Sualda nə deyirəm? Kiçik motorikanın inkişafını dəstəkləmək məqsədi ilə uşaqlarda yapma fəaliyyəti, tutalım deyirəm ki, uşaq yapma fəaliyyəti ilə məşğuldur. Və yaxud da şəkilli test verir. Görürsünüz ki, konstruktor məşğələsidir. Belə deyək də, quraşdırmadır. Təsviri fəaliyyət metodikamızın quraşdırmasıdır. Amma burada deyir ki, uşaq hansı, belə deyək də, inkişaf sahəsinin tələbi reallaşdırılıb. İndi siz burada quraşdırmanı görüb, bilirəm ki, əksəriyyətiniz estetik yaradıcı verəcəksiniz. Amma cavab estetik yaradıcı deyil. Deyəcəksiniz niyə? Çünki deyəcəm ki, əgər cümlənin əvvəlində kiçik motor sözü varsa, müəllimlər, kiçik motor, biraz burada mışqa ilə pis yazıram, kiçik motorika qeyd edirsiniz. Kiçik motor hərəkətləri görürəmsə, cümlədə mütləq şəkildə kiçik motorikanın inkişafını xitab edən, inkişafını dəstəkləyən fəaliyyət, yapma fəaliyyəti, quraşdırma fəaliyyəti, lap olsun rəsm fəaliyyəti, uşaq rəsm çəkir. Sırf cümlədə kiçik motorika varsa, bu olacaq fiziki inkişaf sağlamlıq təhlükəsizlik. Aydın olurmu? Yox, əgər kiçik motorika sözü yoxdursa, sadəcə uşaq rəsm çəkir, bəli, tətbiq etmə mərhələsindədir, praktikdə uşaq artıq çəkir, fəaliyyətlə məşğuldur. 3 barmaq texnikası, yəni rəsm çəkir, artıq bu təsviri fəaliyyət məşğələsidir, təbii ki, estetik yaradıcı olacaq. Amma kiçik motorikanın xitab eləyirsə, kiçik motor bacarıqlar üzə çıxırsa, məqsəd ona yönəlirsə, hansı inkişaf sahəsi olacaq? Mütləq şəkildə fiziki inkişaf sağlamlıq götürəcəksiniz. Yəni, testlərdə bu cür olsa, istisna, bunu unutmursunuz, qeyd edirsiniz bir tərəfdən. Ola bilər şəkilli testdə versin, ola bilər şəkilli test versin, şəkilli testlərdə bu var. Ola bilər ki, şəkilli test versin, orada uşağın əl barmaq əzələlərini göstərməsin, sadəcə ümumi desin ki, uşaq fəaliyyətlə məşğul. Təbii ki, görəcəksiniz ki, yaradıcıdır da, lap quraşdırmadır, lap yapma olsun, lap əl əməyi fəaliyyəti olsun, yaradıcı götürəcəksiniz. Bəs yaxşı, uşaq artıq nə zaman 1-1-4 verirəm inteqrasiya, nə zaman fiziki inkişaf verirəm? Ələxüsus kiçik motorika dəstəklənəndə. Çünki niyə? Bəzən uşaqlar olur ki, məsələn, deyirəm ki, uşağı yormamaq məqsədi ilə, məsələn, uşaq tutalım ki, idraki inkişaf sayəsində uşaq yorulub, artıq bilirik ki, ən ağır məşğələlərimiz idraki inkişaf sayəsindədir də. Məsələn, riyaziyyatda, məsələn, mən bayaq bir dənə şəkil göstərdim ki, 5 dairəsində tutalım ki, o artıq uşaq mənimsəyib, yorulub, artıq deyirəm ki, gəl onda sən 5 rəqəmini çək. Bax, bu 5 rəqəmini çək və rənglə. Burada 5 rəqəmini çəkib rəngləməyi siz estetik götürəcəksinizsə, burada kiçik motorika verilməyəcək. Sadəcə deyəcəm ki, uşaq 5 rəqəmini yapır və yaxud da yapmadsa, yapma olacaq və yaxud da 5-i təsviri fəaliyyətdə, rəsm prosesində rəngləyir, aydındır və yaxud da 5-i qurur. Yəni, bu olacaq konkret estetik yaradıcı. Yox, əgər deyirəmsə, kiçik motorikanı dəstəkləmək üçün, uşaqlarda kiçik motor bacarıqların stimullaşdırılması üçün uşaq 5 rəqəmini tutalım, rəngləyir, sadəcə rəngləyir, 5-i götürüb rəngləyir, bu olacaq fiziki inkişaf sağlamlıq təhlükəsizlik. 1-1-4 standartı. Sual var.
Aydın olur müəllimlər? Hər şey aydındır. Çox sağ olun. Yəni bu istisnada bir də mütləq şəkildə biz məşğələlərimizdə qeyd etməliyik. İdraki inkişafda hansı məşğələlərdir? Baxın qeyd etmişəm. Ətraf aləmlə tanışlıq, ətraf mühit deyirik. Ətraf aləm artıq orta qrupdan etibarən. Ətraf mühitlə tanışlıq körpələr qrupunda. Ətraf aləm sözünə rast gəlirik artıq orta qrupdan etibarən. Ətraf aləmlə tanışlıq, nitqin inkişafı 3-4-5 yaş götürülür. Ətraf aləm ümumilikdə 5-6 yaş. Bədii təfəkkür məşğələmiz, varisliyi, gələcəkdə ədəbiyyat olacaq. Savad təliminə hazırlıq, nitqi inkişafı 5-6 yaşda artıq 5-6 yaşda etibarilə savad təlimi. Gələcəkdə Azərbaycan dili dərsi kiçik məktəb yaşı dövründə. Sensor tərbiyə, varisliyi, riyaziyyat məşğələsi. Yəni sensor tərbiyə dedim körpələr qrupunda artıq sadə riyazi təsəvvürləri görəcəksiniz orta qrup etibarilə. Yəni görürsüz hatta məntiqi riyazi təfəkkür, yəni məntiqi riyazi təsəvvürlər məşğələsi də artıq orta qrupdan etibarilə biz uşaqlara aşılayırıq. Bu da məşğələlərin növüdür. Estetik yaradıcıda nə verdim? Estetik yaradıcı təsvir fəaliyyət məşğələsi, musiqi, bir də əməyin növləri. Yəni 3.1 sadə bədii yaradıcı, bədii yaradıcının içində musiqisi də gedir, təsvir fəaliyyəti də gedir, səhnələşdirilməsi də gedir. Eyni zamanda 3.2 sadə əmək bacarıqları. Və son olaraq sosial emosiyalan inkişaf bilirik ki, yeganə məşğələmizdir ki, biz burada məşğələ çıxarmırıq, məşğələ vermirik, yalnız oyun fəaliyyəti verə bilərsiniz və oyun fəaliyyəti əsasında qrup əməkdaşlığı, sosial bacarıqlar, uşaqların belə deyə əməkdaşlığa aparan yol, sosiallaşması, nəticə yönümlülük, məhsuldar ictimai fəaliyyətlər, bir də tolerantlıq. Tolerantlıqdakı dözümlülük, hörmət və tolerantlıq. Yəni bu da oldu bizim 4 inkişaf sahəmiz məşğələlərindən bir yerdə. Bu qədər müəllimlər. Aha. Belə. Bunları da sonra dərsdən sonra təkmilləşdirib sizə göndərəcəm ki, test əsasında əslində təşkil edəcəm bunları. Bunu sadəcə dərs prosesində dedim ki, yəni tutalım ki, bax bu şəkildə müəllimlər, bax bu şəkil tədqiqatdır, görürsüz, idrakdır. Tədqiqat deyəndə gözümüzün qabağına elm güşəsi gəlir. Araşdırma, axtarma, araşdırma, uşağın tədqiqatlar aparması. Çünki təfəkkürdür. Uşaq dərindən arayır, araşdırır, dərk edir. Məsələn, təsnifat aparır. Uşaq bilir, məsələn, bitkinin böyüməsini, belə deyək, baxın, hətta əlində böyüdücü şüşə ilə uşaq, bunların hər biri elm güşəsi. İndi biz fəaliyyət mərkəzlərini keçəndə daha dəqiq, təbii ki, təfərrüatı ilə, açar sözlərlə keçəcəyik. Bu da didaktik. Bax, bu idrakdır. Bu idrakdır. Çünki burada biz həm rəng etalonu formalaşdırırıq, həm forma etalonu bugün dairəni, kvadratı, üçbucağı, ulduzu digər formalarda uşaqlarda qruplaşdırma bacarıqları sanki bir növ belə deyək də, daha çox hansına uyğundur, həm rənginə, həm formasına etibarı ilə. Bu da həmçinin fiziki inkişaf sağlamlıqdan özünə xidmət əməyi, özünə xidmət bacarıqlarıdır ki, məsələn, askıranda, öskürəndə əlimizi ağzımıza tutmaq və yaxud da daha sonra dəsmalla, salfetdən istifadə etmək. Yəni, kiçicik özünə xidmət bacarıqlarını hansı ki, belə deyək də, formalaşdırır. Bir də bir nüansı qeyd edəcəm, yadımdan çıxmamış deyim ki, özünə xidmətlə gigiyenanı da fərqləndirək, zəhmət olmasa. Özünə xidmət əməyi ilə gigiyena çox yaxındır. Çünki mədəni gigiyenik vərdişlər aşılayır. Gigiyena kimi uşaqların sağlamlığına dəlalət edir. Uşaqlarda belə deyək də, əsas sağlamlığın təməli özünə xidmət bacarıqlarından başlayır. Məsələn, bugün gigiyenada da biz deyirik ki, uşaqlar belə deyim də, sabunla əl yumaq qaydası, sadə gigiyenik bacarıqlara yiyələnmə, masa arxasında davranış qaydaları, yeməkdən əvvəl və sonra əllərini yuması və süfrə mədəniyyətinə qədər gedib çıxır. Amma bugün özünə xidmət əməyi niyə gigiyenadan fərqlənməlidir? Ən əsas fərqi budur ki, özünə xidmətdə böyük nəzarəti var. Tərbiyəçi müəllimin nəzarəti daha güclüdür. Amma gigiyenada uşaq artıq standart tələb edir ki, uşaq müstəqil fəaliyyət icra etsin.
Çünki uşaq bugün standart bizə deyir ki, gigiyenik, mədəni gigiyenik vərdişləri, yəni bugün masa arxasında davranış və gigiyena standartı bizə qeyd edir ki, uşaqlar müstəqil şəkildə belə deyək, gigiyena vərdişləri yerinə yetirsin. Amma özünə xidməti biz körpələr qrupundan etibarən, biz kiçik qrupdan etibarən reallaşdırdığımız üçün böyük nəzarət, tərbiyəçi müəllim, evdə valideyn nəzarəti daha güclü olmalıdır. Çünki biz özünə xidmətdə də sabun veririk uşağa, gigiyenada da sabun veririk. Əsaslı fərqi nədir? Əsaslı fərqi budur ki, orta qrup etibarı ilə biz uşağa ilk dəfə 3-4 yaşdan etibarən sabunla yumanı veririk gigiyenada. Amma özünə xidmətdə, məsələn 1-1-3 standartında, 1-1-3 standartının özünə xidmətində biz kiçik qrupdan etibarən veririk. Səbəb nədir? Niyə 1-2 yaşlı uşağa biz sabun veririk və yaxud da gigiyenada orta qrupdan? Çünki birinci körpələrdən etibarən böyük nəzarət altında biz verməliyik. Biz körpəyə sabunu tək başına verə bilmərik. Aydındır? Yəni kimya olduğu üçün uşağın ağızla təmasda olması, təhlükəli olduğu üçün göz təması, gözünü yandırar, ağzına gedər və s. daxilə gedər. Yəni buna görə biz böyük nəzarəti mütləq şəkildə olduğu üçün biz özünə xidmət əməyi. Birinci körpələrdə sabun görsəz özünə xidmət olacaq. Amma ilk dəfə sabunla müstəqil şəkildə əllərini yumağı gigiyenada götürəcəksiniz. 1.1-in, belə deyək, 1.2 standartında daha doğrusu. 1.2 standartında, belə deyək də, burada 1.2 yazmalıydım. 1.2-nin standartında götürəcəksiniz gigiyena. Çünki gigiyenada uşaq sərbəst fəaliyyət icra edir. Amma özünə xidməti böyük nəzarət altında edir. Yəni əsaslı fərqi budur. Bunu da qeyd edirsiniz. Aha. Və bir də əməyin növləridir, müəllimlər. Əməyin növlərində oxuyursunuz. Məsələn, təsərrüfat məişət əməyi. Təsərrüfat məişət əməyi gözünüzün qabağına gəlsin, belə deyim də, ətraf evdə analarımızın gördüyü işlər, yəni evdarlıq işləri. Məsələn, otağı səliqəyə salır, oyun meydançasını səliqəyə salır. Məsəl üçün deyirəm ki, uşaqlar oyun oynayandan sonra gəlin otağı yığışdıraq, oyuncaqları yığışdıraq. Gəlin stolların düzülüşündə, məsəl üçün, nəsə qrup otağını yığışdırmaq, məsələn, gəlin güşələri səliqəyə salaq. Bir uşaq götürür, məsələn, güşələrin tozunu almaq, məsələn, səliqə səhman yaratmaq qrup otağında və yaxud da süfrənin düzülüşündə tam deyirəm ki, gəlin uşaqlar yedikdən sonra gəlin stolu yığışdıraq, yəni süfrəni yığışdıraq, kömək eləyin hər biriniz. Yəni, burada bir növ müəllimin köməkçisi kimi uşaq özünü hiss eləyir. Yəni, burada süfrənin düzəlməsi, süfrənin bəzədilməsi, səliqə səhman işi gördüsə, təbii ki, təsərrüfat məişət əməyi götürəcəksiniz. Yəni, bunu bəzən müəllimlər özünə xidmət əməyi ilə də qarışdırırlar. Özünə xidmətdə adı üstündə uşağın özünə gigiyenik qulluğun təminatıdır. Təsərrüfat məişətində isə biz əməl başda yaradıcı bacarıqlarımızı üzə çıxarırıq. Məsələn, biz burada mebellər görə bilərik, mətbəx avadanlıqları görə bilərik. Sanki bir növ uşaq özünü böyüklərin yerində olmuş kimi görür. Sanki böyüyün gördüyü işi icra edir bir növ. Yəni, burada biz kollektiv əmək fəaliyyəti, yəni bu kimi faydalı, ictimai faydalı işləri yerinə yetirmək kimi fəaliyyətlər biz görürük təsərrüfat məişət əməyində. Təbiət əməyi necə olur bəs? Təbiət əməyi, belə deyək də, uşaqlarda təbiətdə faydalı iş görmə bacarıqları. Məsələn, ilk öncə torpaqda işləmə qaydaları, yəni torpağın əhəmiyyəti haqqında, ümumiyyətlə təbiət elementləri haqqında tanış olurlar. Yəni bitki, heyvanat, su aləmi haqqında, yəni suyun ümumiyyətlə canlılar üçün nə dərəcədə önəmli olması, bitki, heyvanat aləmini öyrənməsi, bugün uşaq ən azından torpağı belləməyi, belə deyək, bitkinin toxumlarını torpağa əkməyi, bastırmağı, güllərin necə böyüməsini, güllərə qulluq etməni və s. Bunlar hamısı yaradıcı olduğu üçün uşağın təbiətdə əməyini təşkil edir. Məsələn, bugün deyirəm ki, akvariumun təmizlənməsi, məsələn, balıqların və yaxud da quşların qəfəsin təmizlənməsi, quşlara yemlənmək, heyvanların yemlənmək, onların belə deyək, yerlərinin yuyulması və s. Bu kimi tapşırıqları biz uşaqlara təbiət əməyində reallaşdırırıq. Yəni,
Ona görə də bu gün biz belə deyək də heyvanlar üçün yemlərin hazırlanması və s. yəni bu kimi işləri bitki heyvanat aləmi, torpaq haqqında, yəni bunların hər birini bu kimi bacarıqları təbiətdə əməkdə reallaşdırırıq. Aydındır? Yəni bunların hər biri baxın böyük qrup uşaqlarının yəni etdiyi tapşırıqlar hamısı burada qeyd olunur. Və son olaraq əl əməkdir. Əl əməkdəki uşağın, belə deyək də, yenə də burada kiçik motorika önəm daşıyır. Çünki niyə kiçik motor bacarıqları deyirəm? Uşaqların daha çox əl barmaq, yəni uşaqların əlləri ilə, əl-göz koordinasiyası, quraşdırma da ola bilər, hansısa bir əməli fəaliyyət də ola bilər, hansısa tullantı materiallarından qeyri-adi, kreativ şəkildə bir əşya hazırlaya bilərik, kardondan, rəngli kağızlardan əşyalar düzəldə bilərik. Eyni zamanda təbiət materiallarından, hansı ki, təbii material deyəndə hansısa bir ağacın, şam qozu ağaclarından, belə deyək də, həmin materiallardan uşaq nələrsə hazırlaya bilər, qeyri-adi bir, belə deyək, aksesuar hazırlaya bilər. Yəni, bu kimi, belə deyək də, yaradıcı oyunlar hər biri əl əməyində stimullaşır. Yəni, olduqca əl əməyində biz kiçik motorikanı da qeyd edirik. Çünki kiçik motorika qeyd etdiyim kimi, əgər kiçik motor bacarıqlar vurğulanırsa testin əvvəlində, bu fiziki inkişaf götürüləcək. Yox, amma sadəcə deyək ki, uşaq, belə deyək də, hansı materialdan, qeyri-adi, obrazlı, belə deyək, təxəyyülünə əsasən qeyri-adi bir fantaziyalı bir, belə deyək də, əşya hazırlayırsa, bu təbii ki, olacaq. Estetik yaradıcı inkişaf sayəsi, əl əməyi güşəsi olacaq. Yəni, bu qədər bəsit. Bu da olur sizdə əməyin növləri, inkişaf sahələri. Bu qədər. Bu qədər müəllimlər. Aha, sualınız varsa buyurun. İyun qrupu sualınız var müəllimlər? Mən indi gələn dərs boyu keçdiklərinizi siz sual-cavab eləyəsiniz, elə bizlə? Bəli. Bəli. Bəs bu testləri indi bu dərsdən sonra atılacaq, yoxsa biz sual-cavabdan sonra? Belə deyim də, müəllimlər, testə tələsməyin. Mən həmişə digər öz qruplarımda da həmişə bu addımla, bu yanaşma ilə gedirəm ki, birinci, ilk mövzuda tanışlıq, ilk dərsdə tanışlıq olur, geniş izah verilir. Geniş izahdan sonra artıq müəllim dərsi dərs prosesində qavradıqdan sonra evə mən həmin mövzuların PDF-lərini göndərirəm, kaydı göndərirəm, əlavə video izahları göndərirəm. Müəllim gedir 2-3 gün içərisində, 3-4 gün maksimum içində hazırlaşır. Gələn dəfə gəlir həmin müəllimləri mən sual-cavab eləyirəm. Sual-cavabla möhkəmləndikdən sonra artıq testləri verirəm. Amma gələn dəfə sual-cavab edəndə, sual-cavab etdikdən sonra testi verəcəm. Məndən testi işləyəcəksiniz. Məsələn, tutalım, deyəcəm ki, inkişaf sahəsi haqqında danışacaqsınız, düzdürmü? İndi inkişaf sahəsinin testini açacağım, situasiyasını. Deyəcəm, indi situasiyanı oxuyun, tapın. Mən səsimi çıxarmayacağam. Təbii ki, müəllim özü. Heç kəs də heç bir müəllimin yerinə cavab verməyəcək. O müəllim özü fikirləşib, mənə səhv də olsa, düz də olsa cavabını verəcək. Düzdürsə nə gözəl, səhvdirsə səhvini də mən başa salacağam. Bir kəs yerdən dinlənməyəcək. Yəni, sıfırdan başlayan müəllim bu cür başlamalıdır. Yəni, fərqi yoxdur. Mənim üçün sıfır baza fərqi yoxdur. Mən dərslərə sıfırdan başlayıramsa, mən hamıya eyni gözdən yanaşıram. Mən bilmirəm kimin bazası nədir, necədir. Mən dərsi bu cür keçməsəm, yəni mən özüm irəliləyiş, inkişafı bu cür gedirəm, yəni. Və bir aydan da sonra o müəllimdə artıq görəcəm ki, nə dərəcədə inkişaf gedib. Yəni, dərsə başlayanda necə idi ilk sual-cavabda, ilk test işləyəndə? Bir aydan sonra necə idi? Əgər bu müəllim bir ay üzərində, təbii ki, özü öz üzərində çalışıbsa, yoxsa mən verim dərsi geçsin, yığsın üst-üstə, yox. Bir ay ərzində, indi neçə dərs düşür, həftə 2 dəfə 8 dərs eləyir. Müəllim əgər məsuliyyətli şəkildə video izahlarına baxıb qeydlərini götürürsə, PDF-ni, kitabı varsa evdə lap yaxşı oxuyursa, testləri mütəmadi işləyirsə, bir aydan sonra mümkün deyil ki, o müəllim yəni aşağı nəticə. Ən azı bir ayın da sonunda ümumiləşdirici sınaq verirəm 60-lıq.
Ya 30, ya 60-lıq, yəni belə sınaqlar verirəm. Və ondan artıq bir ayın yekununda mən müəllimlərin görürəm nəticəsini. İnşallah. Mən kitabımız İlahi Əhmədovanın o mövzular toplusu var, odur. Bəli. Bayaq siz də dərsi açanda mən onu dərslə kitabı müqayisə edirdim, fərqlilik çoxdur. Məsələn, o özünə xidmət əməyi zadı bu həmin bu inkişaf sahələrinin içində verilməyibdi. Aha, bəli. Yəqin ki, Bəli. Müəllimə, İlahi müəllimənin kitabı, həmkarım İlahi müəllimənin kitabı ardıcıldır mövzular. Qalıbdır, geniş yazılıb, bütün Artinin rəsmi mənbələri əsasında yazılıb. Çox gözəldir, yəni bütün müdavimlərimə onu məsləhət görürəm. Yəni çünki elə bilin elə mənim kitabımdır da. Yəni mən özüm vəsait çıxartmamışam. Elə bilin valla mənim. Çünki bilirsiniz necə müəllimə güc mən amma biraz PDF-lərimi inteqrasiya eləyirəm. Mən bir mövzunun içində hardasa 3-4 mövzunu artıq izah eləyirəm. Gördüm ki, yanında əlavələrimiz çoxdur. Bəli, çünki mən onu bir də niyə əlavə vaxt itirim ki, vaxt itkisi verim. Hazır əməyi estetik yaracının içində keçdim. Hansı fiziki inkişafa aiddir, izah elədim. Motor hərəkətlərini verdim. Ümumiyyətlə hansına aiddir, xırda məqamları verdim. Eyni zamanda məqsəd, vəzifə, ümumiləşdirici məşğələnin miqdarını da göndərəcəm, amma indi hələ tezli məşğələnin miqdarı standartlara başlayanda daha doğrusu metodikaya giriş edəndə verəcəm məşğələnin miqdarını. Bir də evə götürəcəksiniz didaktik prinsiplər. İlk dərs didaktik prinsiplər, əməyin növləri, inkişaf sahələri, hüquq və vəzifələri götürməyəcəksiniz. Həmin o qaldı. Bəli, hüquq və vəzifələri götürməyəcəksiniz. Çünki qarışıqlıq yaranmasın, zəhmət olmasın. Əslində verirəm, sadəcə ağır olmasın deyə. Həmin yüklənir, evi çox olur. Aha. Siz müəllimə, hansı müəlliməsiz adınızı bilmədim. Səkinə. Hə, Səkinə müəllimə. Bayaq, ad başqa addır, ona görə qarışdırdım. Ay sağ olun. Demək, başqa sualı olan müəllimlər. Bugün birinci gün, sizlə dərsiniz 6-cı gün olacaq müəllimlər. Birinci gün yaxşı deyil, başlayın sözünüzü kəsirəm, 6-cı günə yəni vaxt çoxdur. Nə qədər dərs 3-də olsa, 4-də olsa, yəni oxumağa vaxtımız çoxdur. Biraz şənbə günü ilə birinci günün arası müddəti biraz Onda yaxındır. elə hüquq vəzifələri də götürün də, çətin bir şey yoxdur orada. Həməm, yəni bu birinci gün olanda dərsi biraz çox götürək, amma şənbə günü olanda birinci günə bircə bazar günü qalır da orada. Hüquq vəzifələrdə götürün, çünki orada xırdalıqlar var, biraz necə xırdalıqlar var. Məsələn, pedaqoji heyətin tərkibi var, hamısının belə deyək də tezaurus kimi var orada məsəl üçün verilib termin olaraq. Elə çətin bir şey yoxdur. Əslində İlahi müəllimənin birinci mövzusu, hüquqi savadlılıq, qanunlar. Bax o hissədən özə hamısını oxumayacaqsınız. Konkret nəyə oxuyacaqsınız qeyd eləyəcəm. Hamısının da video izahı var, inanırsınız. Bütün aprel-may qrupunun hamısının qaydaları var. Əvvəlki qışda keçdiyim qrupların qaydaları var. Yəni əsasları göndərəcəm müəllimlərə. O qədər vaxt da yoxdur ki, durub hamısını Allahları göndərəcəm. Deməli, nədirsə material qrupuna dərslərinizi göndərəcəm. Dərsləri belə deyək də, test göndərmirəm. Dərsləri mənimsəyirsiniz. Mənimsəyib elə gəlirsiniz, sual-cavab olunursunuz. Testi ilk dəfə 6-cı gün məndən işləyəcəksiniz. Canlı dərsdə situasiya olacaq. 10 dəfə test olunacaq. 6-cı gün məndən situasiyanı işləyəcəksiniz. Ondan sonra artıq evə testləri verəcəm. İnşallah, o inşallah. Kəmalə xanım. Bəli. İkinci dərsinizin linkini yəqin ki, ictimailəşdirməyəcəksiniz, hə? Yox, müəllim, yox. Bu ilk ödənişsiz çox müəllimlər şəxsi də yazdı deyə elədim ki, Tamam, təşəkkür eləyirəm buna görə. Mən təşəkkür edirəm. Sınaq başa verilir və Sağ olun. sualınız var müəllimlər. Mən bir saniyə kayıt prosesini